Nurbanı inanırsan ki, bu il az qalıb vota qurtaracaq. Məni də hələ bu məktəb qurtarmaz, məni də salacaqlar xəstəxanaya. Bu işi var ha, Allahın reanimasiyasına baxın, bu güc bala ilə yaşayır. Bir dəqiqə mənə qulaq as. Başla su. Mən əlifba bayramında P hərfini verdim müəllimə. P nə deməkdir? P pis uşaq. Mən heç olmasa verəydi A hərfi, ağıllı uşaq. Heç olmasa verəydi mənim baş hərfimi, N hərfini. Niyə vermədi ki? Nə verdi? Mən də əsəbləşdim. Nə dedin müəlliməyə? Dedim, istəmirəm. Bir dəqiqə. Nə idi müəllimə adı? Xoşbəxt idi, nə idi? Bədbəxt idi, nə idi onun? Heç olmasaydı verəydi mənim. Salam Melekçim müəllimə. İnanırsınız mən hər şeyə qarışan valideyn deyiləm, amma indi Nurbanı bura gəlib ki, uşağa P hərfini vermisən əlifba bayramında. Niyə A yox da P vermisən? P nə deməkdir? Hərfdir. Mən elə bildim P adamdır. Bilirəm müəllimə P hərfidir. Amma uşaq heç olmasa öz adının hərfini ver, neyi tutsun, xoşbəxt olsun. Hə? P haçan çıxacaq? Bu uşaq haçan gələcək? P ilə gələcək. Bizim bütün cəmaət karnaval qutaranda mənim uşağım P hərfi ilə gələcək. Əlində P hərfi. Rəqəm neçə verib sənə? Hə, 9-u vermisən buna. 9 qutaranda 9 ilə gələcək. Bu niyə mənim uşağım ilklərdə yox, axırlarda olur? 20 kimi bu uşağa qabaqda 30-durdum, bunu arxada dinmədim, bir şey demədim. İndi bu uşağa niyə P hərfini vermisən? Ya bu uşağıma mənim N hərfini verirsən, ya da ki biz iştirak eləmirik. Əlbəttə valideyn, bizim yuxarılarda adamımız var müəllimə. Yuxarılarda adamımız var. Elə eləmin ora qədər gedim çıxım. Mən dedim öz sözümü. Adıboy verir mənim üstümə. Adıboy verir, valideynin fikri önəmlidir. Görsən valideyni. Mən rus dilini öyrənmişəm. Çıxıram, danışıram. Uşaqlar danışır. Mən danışa bilmirəm. Sən danışa bilmirsən bir dəqiqədə. Qrupda deyim. Mənim uşağım Nurbanı dərs danışanda niyə imkan vermirsiniz ki, o uşaq çıxıb dərsini danışsın? Uşaq o qədər öyrənib ki, na okno ostavалось яблоко, я ее ела. Deyir mama, mən bunu deyə bilmirdim. Skaji mən balam. Deyir mən nə qədər istədim ki, ya okno ostavалось, o qədər danışdılar sinifdə. Mən uşaq göndərirəm məktəbə, tərbiyə verirəm ona, qanacaq verirəm ona. Bu qrupda zəhmət olmasa mənə cavab versinlər. Bir də ki, pul yığısız indi bu əlifba bayramına bura bir şeyə, birinci sinifə, razıyam, bu əlifba bayramı, mənim uşağıma pul hərfi verirəm, mən pul istəmirəm. Buradan deyirəm, pul oldu, əlifba bayramı yüktardım. Mən əlifba bayramına gəlsəm o pul ilə, mənim zatımda iş var. O pul ilə gəlmirəm. Bir də ki, bu qaldırıcı kranla şey edirik, keçirik, nəsə ki, kran. O kran olmasa olmaz, hə? Drom gətirəcəksiniz məktəbə, drom fırlanacaq, yuxarıdan bizim nəyimizə lazımdır, bizi yuxarıdan çək. Qabaq kameraman gəlirdi, gözbəgöz çəkirdi, indi kameraman buradan çək. Mən başımın üstü mənə lazımdır, yoxsa mənə üzbəüz lazımdır mənə tutsunlar. Hə? Mən bu qrupda deyirəm, özüm eşidirəm. Çünki bir uşağı ilə maraqlanan valideyn özümdən başqa heç kəsi görmürəm. Zəhmət olmasa buna bir şey ölüyor. Kıran istəmirəm. Kameraman gətirin, yaxından üzbəüz. Bizdə vəbşi kamera var, işsiz olacaq. Telefonumuz var, vəbşi kameraman nəyə lazım deyə. Şəkil çəkən kameraman, yemək, bu nə? Mən bunlardan etiraz edirəm bir valideyn kimi. Zəhmət olmasa mənim etirazıma bir qulaq asın. Dərsi vaç, oxu. Amma sabahdan kominləri söndürürlər. Mən donacağım. Nəyə gülürsən ateykə, gülmə. Bir də, dayan dəqiqə. Elə dərslər var, rəqəmsal istəyəmdir, mən hələ qalıram orada. Çıxadmaq lazımdır, hə, bir dəqiqə gözlə. Qalıram orada. Müdürü yığın, bir də birbaşa müdürü yığın, bir də marifi yığın, marif müdürü yığın. Mən ora deyim də etirazım. Buranın nömrəsini bilsəydim, orada şey eləyərdim, prosto qaynar xətti. Üzə durmağı istəyir. 2 dəfə qaynar xətti şey eləmişəm, üzə durarsan, üzə dura bilmirəm, yoxsa çoxdan yığmışdım. Telefonu söndür. Alo, müəllimə bağışlayın sizi bir dəfə də narahat edirəm. Bu sabah kombin niyə söndürsünüz? Görürsünüz ki, bu aprel ayı özün fevral kimi aparır. Bu uşaq sinifdə qurtqa ilə oturacaq, hə? Necə olacaq? Uşaq xəstələnəcəkdir. Mənim uşağım bir dəqiqəyə bu il boyu hələ mən həkimlərdə olmuşam. Sonra siz uşaq məktəbə niyə gəlmir? Zəhmət olmasa kombiləri yanıq saxlayır. Bir də istəyəm rəqəmsal nəyə lazımdır? Bu uşaq gəlir istəyəm rəqəmsal, deyəm amma boş-boşda dərs gətirir eləmirəm. İstəyəm hardan çıxdı? Başa istəyəm nə deməkdir? Bizim dövrümüzdə əmək dərsi var idi. Bilirdi uşaq gedirdi, əməklə məşğul olurdu. Qolluq-molluq düşürdü, plastilinlə məşğul olurdu. Çıxdı onlar ona hamı getdi. Gəldi istəyəm, gəldi rəqəmsal. Heç bilmir bunlar nə məhsəbə qulluq eləyirlər. Uy, müəllimə ürəyim çəkildi. Gör nə deyirəm. Ay müəllimə, mənə
Ay müəllimə, mən valideynəm də. Mən dərdimi sizinlə bölüşməsəm harda bölüşərəm? Valideyn qrupa da səs atıram, müəllimlər qrupa da atıram, sizi də yığıram. Yəni onu demək istəyirəm ki, mən necə uşaq səliqə ilə məktəbə göndərirəmsə, eləncə də səliqə ilə dala qayıtsın. Bu uşağın saçını yığıram, gəlirim, saç baş tökülür, yubka bir gündə bir şey. Siz də orada o səliqə səhmanına baxın. Və dərsi məndən soruşsa ki, uşaq dərsini öyrənmir. Bunun saçına bax, bunun bu yubkasına bax, bunun bir şalvarına, ayaqqabısına bax. Necə? Təsir ocağıdır. Mən nə dedim ki, görəsən? Mən bəlkə başqa bir şey dedim. Evə tapşırıq verəndə yaxşıdır, mən bir söz deyəndə pisdir. Valideynəm, etirazımı bəlkə bildirməliyəm, sizə bildirməliyəm də müəllimə. Dün necə etirazımı bildirirəm? Təkrar bir dənə qrupasız. Mən o karta pulu yükləyəcəyəm. Amma dediyim kimi, belə yeməklərdən, menulardan çıxsın. Mən gələndə Gülbanı da gətir. Gülbanı evdə qoya bilmərəm mən tək. Qaynanəm zadın da baxmır. Nurbanu ilə Gülbanı gəlir, pulu biraz endirim eləyir. Mən evlə pul da verə bilmərəm. O dronu, kameranı eləyir, yaddan çıxardır. 2 dənə, 3 dənə musiqi özümüz oynayarıq. Özümüz uşaqları rəqsi öyrədik. Rəqs müəlliməsi də gətirək. Nə qədər şey çıxartmışsınız? Rəqs müəlliməsi gəlir, o biri, bu biri, nə var, 2 dəqiqə o kaseti atıb gedəcəyiz. O kaset bizə qalmayacaq. Bu uşaqlar 2 ildən sonra bilməyəcək, o disk hardadır. Diskdir, flaşdır. Heç bilməyəcəklər, harada bir diska çəkdiriyorlar. Mən valideynlər, bir dəfə də mənim sözümə cavab verin də. Mən yalan demirəm, bərəkət haqqı yalan deyir. Belə baxanda imkanımız da çox yaxşıdır. Çox yaxşı imkanımız var. Zəhmət olmasa cavab verin. Bu Ərəfə bayramın vəbşi mənə sizinlə var. Yığışdırın geçsin. Şimdi mənə qutarı gedir. Kitab bağlayıyorsun, məktəb qutarı. Məktəb qutarı olsun, əsəblərim korlandı. Təzyiqim gətir yoxlayır, qalx deyəsən.